Salamlar, mən Murad. Bugün yenə də sizinlə Web Development setinin növbəti videosunda görüşdük. Deməli, bugün biz nəyi öyrənəcəyik? Bugün sizlərlə biz class ID məntiqini öyrənəcəyik. Təbii ki, CSS-də bunu öyrənəcəyik. Deməli, class ID nədir? Başlayaq classdan. Class nədir? Class odur ki, siz yazdığınız elementlərin xüsusiyyətlərinə görə qruplaşdırırsınız. Məsəl üçün, elə elementlər var ki, onların rəngi qırmızı olacaq. Eləsi var ki, rəngləri yaşıl olacaq. Bunların da indi qruplaşdırmaq üçün siz müxtəlif klasslardan istifadə edəcəksiniz ki, onları rahat şəkildə qruplaşdıra biləsiniz. Gəlin, bunu praktikanın üstündə eləyək və daha rahat şəkildə başa düşək. Bunun üçün ilk başlanğıcda HTML təqlərimi açıram, yazıram və başlayırıq işə. Bunu neyək? Məsəl üçün 6 dənə H1 əlavə eləyəcəm. Bu H1-dir yazım. Bu 1 H1. Bu H1-dir yazım. H1-dir. Aha, neçə dənə oldu? 6 dənə oldu. Deməli, bunun nəticəsinə baxaq. Gördüyünüz kimi 6 dənə H1 alt-alta düzüldülər. Bunu indi mən neyəcəm? Style verim, style. Style təqlərimizin arasında yazıram ki, H1 məsəl üçün color red. Gördüyünüz kimi bütün H1-lər color oldu. Amma mən tutaq ki, istəyirəm ki, bunlardan bu ikisi qırmızı olsun, bu ikisi göy olsun, bu ikisi yaşıl olsun. Bunun üçün mən artıq class məntiqindən istifadə etməliyəm. Neyəcəm? Əvvəlcədən hazır bir klasslar yazıram. Blue klassı yazıram. Blue klassının coloru blue'dur. Red klassı yazıram. Bunun da coloru reddir. Green klassı yazıram. Bunun da coloru green olsun. Və lazım olan elementlərə bu klassları verirəm. Məsəl üçün, ilk ikisi blue olacaq. Sonra 2 ilə 4, 3 ilə 4-cü red olsun. 5-ci ilə də 6-cı green olsun. Gördüyünüz kimi bu artıq işimizə yaradı. Biz neylədik? Klasslar yazdıq və həmin klassları müvafiq yerlərə yerləşdirərək nəticəni aldıq. İndi mən tutaq ki, burada blue-nu sildim, elədim green. Bu da avtomatik olaraq green olmuş olacaq. Yəni ki, siz bir elementə klassı verəndə həmin klassa hansı xüsusiyyətləri qoymusunuzsa, həmin klassları həmin o elementin üstünə tətbiq eləyəcək. Klasslar belə. Klasslar haqqında başqa nə deyə bilərəm? Siz bir elementə çoxlu klass əlavə eləyə bilərsiniz. Məsəl üçün, bunlar rəng klassları idi. Yazam ki, rəng klassları. Belə. Sonra tutaq kimi olsun bir də font style klassları. Neyəcəm? Bir klass yazım. Məsəl üçün, italic klass olsun. Bunun font style'ı olsun italic. Sonra neyə bilərəm? Font weight klassı olsun. Bir dənə də italic, bir dənə də bold klassı olsun. Bunun da font weight'i bold olsun. Bold yox, bolder olsun. Tamam. Gəlirəm. Amma gerçi bu düzgün deyil. Çünki yəni bunu P təqlərinin üstündə eləyək. Çünki olsa H-lar olsuz da qalındır. P. Yazaq buna P təqi. Bundan 6 dənə eləyək. Neçə dənə oldu? 6. Tamamdır. Bold. Sonra bir dənə də yazaq font size klassları. Yazıram. Tutaq ki 30. Font size 30 piksel.
Sonra bir dənə də yazıram 50. Font size 50 piksel. Mən istəyirəm ki, bu birinci yerdə duran, bu birinci P tagimiz olsun, göy olsun. Sonra italik olsun. İtalik. Həmçinin də font size 30 olsun. Nə verdim? Blue verdim. Blue gəldi, avtomatik olaraq blue klassının özəlliyini götürdü. Sonra italik verdim. Gəldi, italikin özəlliyini götürdü. 30 verdim, gəldi 30'un özəlliyini götürmüş oldu. Baxırıq indi. Gördüyünüz kimi belə bir şey çıxmış oldu ortaya. Bunu blue'nu eləyirəm məsəl üçün green. Gördüyünüz kimi yazımız yaşıl oldu. İkinci klassımıza verirəm. Rəng olaraq seçək red. Sonra bold olsun və font size da 50 olsun. Gördüyünüz kimi görünüşü belə oldu. Bunu da digərlərinə eləyirəm həmçinin. Tutaq ki, bununki olsun blue, italik 50. Bu olsun red, bold 30. Bu olsun başqa nə var idi? Green, bold 50. Bu da olsun red, italik 30. Gördüyünüz kimi hərəsi fərqli olmuş oldu. Yəni gördüyünüz kimi bu klasslandırma, sinifləndirmə bizim işimizi nə qədər asanlaşdırdı. Başqa müraciət üsulu varmı? Var. Başqa müraciət üsulumuz ID-dir. Və diqqət yetirdinizsə, görərsiniz ki, mən burada klasslara nöqtə işarəsi ilə müraciət edirəm. Yəni mən götürsəm bunu, blue-nu silsəm buradan, adı blue, nöqtəni silsəm oradan, adı blue olsa gördüyünüz kimi aləm dəydi bir-birinə. Gələn nöqtə qoyum ki, hamısı qayıtsın yerinə. Həmçinin klassların adları case sensitive-dir. Məsəl üçün bu B hərfini böyük B yazsam işləməyəcək. Məcburam kiçik B yazım. Əvvəlki vəziyyətinə qayıtdı. İndi də gəlin ID söhbətini öyrənək. ID də bir atributdur. Bunun atributunu məsəl üçün eləyirəm paragraf. Gəlirəm burada ID-lərə necə müraciət edirik? Bəs ID-yə də diyez işarəsi ilə müraciət edirik. Diyez işarəsi qoyuruq və ID-ni yazırıq. ID-ni yazandan sonra, ID-nin adını yazandan sonra burada da bunun içində də bunun propertilərini yazıram. Buna propertiləri nə idi? Green idi rəngi. Olsun color green. Sonra font style italic və font size 30 piksel. Buradakı bu klassları silsək, vəziyyətə baxırıq. Görürsünüz, belədir vəziyyəti. Reload eləyirəm. Page'imizi dəyişilməz olaraq qaldı. Çünki mən burada ID-ni əlavə eləmişəm. Bu ID-ni silsəm, gördüyünüz kimi adi default görünüşünə qaytarmış olduq onu. Və klassın ID-nin də necə işlədiyini gördüksə, başqa bir müraciət üsulumuz da var. First child, last child və nth child müraciət üsulu. Onu da öyrənək və bu müraciət üsullarımızı burada bitirmiş olaq. Bu necə işləyir? Bu style'ı silin buradan. Bu necə işləyir? Məsəl üçün, çoxlu P-lər var. P təqi. Neçə dənə P-miz oldu? 8 dənə P-miz oldu. P təqləri var. Style'ın içərisində yazıram. Tutaq ki, mən istəyirəm ki, birinci P təqi rəngi olsun qırmızı. Bunu neyəcəm? P yazıram, 2 nöqtə qoyuram. Yazıram first child. Belə yazdım. Tam yazıram color red. Gördüyünüz kimi birincinin rəngi qırmızı oldu.
İstəyirəm sonuncusunun da rəngi olsun göy. Onun üçün də nə edirəm? Last child'dan istifadə edirəm. Yazılışıma diqqət edin. Elementin adını yazıram, 2 nöqtə qoyuram, first child yazıram. Elementin adını yazıram, 2 nöqtə qoyuram, last child yazıram. Bunun da rəngi olsun color green. Bax görə işlədimi? Belədir ki var. İndi istəyirəm ki, tutaq ki bu üçüncü olanın da rəngi olsun göy. Bunun üçün inəyəcəm, yazıram P 2 nöqtə nth child yazandan sonra mötərizə açıram, mötərizənin içərisində 3 yazıram. Yəni üçüncü. Və buna da yazıram color blue. Yəni göy. Gördüyünüz kimi rəngi dəyişmiş oldu. İstəyirəm tutaq ki bunun font size 20 piksel olsun. Gördüyünüz kimi avtomatik olaraq böyüdü. Gəlin belə bir bəzəkli bir şey eləyək. Bunları silək. NC child'dan istifadə eləyərək. İstəyirəm ki mən bu tək yerdə duranların rəngi göy olsun. Cütüncü məsəl üçün baxın, bunu misal göstərim. 1.3.5-də duranlar, 1.3.5.7-də duranlar göy olsun. 2.4.6.8-də olanlar da ki qırmızı olsun. Bunu inləyəcəm. Deməli, yazıram P2.nc child. 1.5 nə idi? Göy idi. Bunu mənim bir, sonra aynı bilim vergül qoyum, təzdən yazım. Buna ehtiyacım yoxdur. 1.5 nədir? Təklərdir. Ona görə yazıram odd. Odd yazandan sonra bunu bu mötərizələri açıram, yazıram color blue. Gördüyünüz kimi tək yerdə duranlar 1, 3, 5, 7 göy oldu. Sonra yazıram P nth child even. Even da cüt yerdə duranlara təsir eləyəcək. Bunu da red eləyirəm. Gördüyünüz kimi çox gözəl şəkildə işlədi. Siz bunu ən çox harda istifadə edəcəksiniz? Cədvəllərdə istifadə edəcəksiniz. Cədvəldə gələn dərsimizdə öyrənəcəyik. Bugünlük məndən bu qədər. Bugün klass öyrəndik, aydın öyrəndik. NC child, first child, last child'ı öyrəndik. Yəni bayaşı öyrəndik. Sizdən istədiyimsə budur ki, bunlardan ibarət yəni bu günə kimi keçdiklərimizdən ibarət kombinasiyalardan istifadə edərək, müxtəlif səhifələrdən istifadə edərək özünüz haqqında elə bil ki, bir şəxsi bloqunuz kimi bir şeyinizi yaratmağınızı istəyirəm. Həmin blokda məsələn qeydiyyatdan keçmək üçün yer olsun. Təbii ki, görünüşünü istəyirəm sizdən hal-hazırda. Yəni deyə bilmərəm ki, qeydiyyatdan keçib login sistemi falan olsun. O da inşallah backend-ə keçəndə onu da öyrənəcəyik. Belə bərli bəzəkli, sonra şəkilli olsa lap belə əla olar. Bu cür nə bir